bölünmənin birinci anafaza və meyozun ikinci anafazası arasındakı fərqlər nədən ibarətdir? Nəyə görə bu qədər çox qarışdırırlar? İlk öncə sizə məsləhət vermək istəyirəm ki, mütləq şəkildə mitozu, meyozu öyrənəndə, anafaza, telefaza mərhələləri, ümumiyyətlə bütün mərhələlərini öyrənəndə, ümumiyyətlə biologiyanı öyrənəndə çalışın şəkillər üzərində öyrənin. Yoxdur, sadəcə anlayıb şəkildə başa düşmək lazımdır. Bu gördüyünüz meyozun şəklidir. Birinci meyoz və ikinci meyoz prosesləri. Deməli, biz danışanda anafaza mərhələsindən, baxın, əsas fərq biziz hardan yaranmağa başlayır? Metafaza mərhələsindən. Metafaza mərhələsində normalda biz mitozda demişik ki, hər bir qütbdən hərəsindən biri bir xromosoma birləşməlidir. Amma meyozun birinci anafazasında hər bir xromosoma, bax bu ayrı bir xromosomdur. Bu ayrı bir. Yəni qırmızı ayrı xromosomdur. Bənövşəyi rəngdə olan ayrı bir xromosomdur. Hərəsinin sentromerinə bir qütbdən bir vətər teli birləşir. Bu da nəyə kömək eləyəcək? Anafaza mərhələsində bu qütbdə götürüb bunu dartanda, kənar küncə dartanda rahat darta bilməsinə kömək eləyəcək. Ki birini dartıb aparsın, ikisini aparmasın. Və nəticədə siz meyozun birinci anafazasında qütblərə 2 xromatidli xromosomlar çəkmiş olacaqsınız. Amma bu mərhələ artıq meyozun ikinci anafazasında mitozun metafazası kimi getdiyinə görə, baxın, bir dənə xromosomdur, cəmi bir dənə sentromeri var bunun. Hər sentromerə hər qütbdən bir dənə vətər teli birləşir. Onda belə çıxır ki, onlar geri çəkəndə, dala çəkəndə, ayırmaq istəyəndə qütbləri, onda hər qütbə bir xromatidli xromosomlar çəkilmiş olacaq. Buna görə də ikinci anafazada xromosom sayı 2 dəfə artmış olur. Amma birinci anafazada xromosom sayı artmır. Çünki metafaza mərhələsində də 1, 2, 3, 4 dənə xromosom var idi. Anafazada da 1, 2, 3, 4 dənə xromosom var. Fərq sadəcə bundan ibarətdir.